Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrindən ibarət 20 nəfərlik heyət aprelin 10-da Azərbaycana gəliblər. 2026-cı il 10-12 aprel tarixlərində Azərbaycanda sülh körpüsü təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti ikitərəfli dəyirin masa keçiriləcək. Sülh körpüsü təşəbbüsü Azərbaycan və Ermənistan Vətəndaş Cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq etməyə davam edir. Bu dəfə erməni nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurlarından keçib. Vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il 8 avqust tarixində Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və Amerika Birləşmiş Ştatları liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır. Görüşün gündəliyinə sülh prosesinin hazırki vəziyyəti, sülh körpüsü təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxildir. Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacaq.